gün ən çox verilən suallardan biri olan uşaqlıq yolundan olan axıntının səbəbləri haqqında danışaq. Uşaqlıq yolundan ümumiyyətlə axıntının olması normaldırmı? Qadınlar adətən uşaqlıq yolundan az miqdarda axıntının olduğunu hər zaman qeyd edirlər və bunun normal olduğunu vurğulayırlar, amma bu əslində belə olmamalıdır. Yalnız ovulyasiya dövründə, yəni follikulların partlaması dövründə axıntının olması normal haldır. Bu da bir həftə müddətinə olur. Qalan halda axıntının olması qadında hər hansı bir prosesin getdiyindən xəbər verir. Əlbəttə, normalda uşaqlıq yolunun bir florası var. Bu floraya, yəni uşaqlıq yolunda yaşayan, yəni bu floranı təmin edən uşaqlıq yolunda yaşayan dödrleyn çöpləridir. Bu laktobatsillər normal halda uşaqlıq yolunun pH-ını normada saxlayır. Amma müəyyən səbəblərdən, ola bilər qadınlar antibiotika terapiya ala bilərlər nizamsız olaraq və yaxud da müxtəlif cinsi infeksiyalara yoluxa bilərlər. İltihabı proseslər nəticəsində, yəni bu uşaqlıq yolunda axıntı yarana bilər. Və bu səbəblərdən biri də məhz antibiotika terapiyadan sonra yaranan bakterial vaginoz xəstəliyidir. Bakterial vaginoz məhz uşaqlıq yolu florasının korlanmasıdır, uşaqlıq yolunun disbakteriozudur. Əlbəttə, biz bunu müayinə zamanı, yaxma müayinəsi apararaq, yəni qərar veririk, diaqnoz qoyuruq və müalicəsini aparırıq. Müalicəmiz nədən ibarət olur? Bu zaman uşaqlıq yolunun disbakteriozu yarandığı zaman mütləq olaraq, əlbəttə ki, burada əgər leykositlər yuxarıdırsa antibiotika terapiya aparılır, amma mütləqdir ki, müalicələrdən sonra uşaqlıq yolu florası bərpa olunsun. Və xüsusi preparatlar, xüsusi şamlar vasitəsilə uşaqlıq yoluna məhz floranı bərpa edən şamlar qoyuruq və bununla prosesin yaxın gələcəkdə təkrarlanmamasını təmin edirik.